Gəlin bu sualı 2 dəqiqəyə həll etməyə çalışaq. Başlayaq. Birinci şərtə baxıram. Burada mənə x-i 2-3 arasında verib, yəni x-i təxminən 2,5 götürə bilərəm. Kvadrat kökü həll etməyə başlayaq. Burada birinci həmişə içəridəki kökdən həll etməyə çalışın. Sağ tərəfdəkindən. Deməli, bura olduğu kimi qalır. Bura heç bir şey eləyə bilmirəm. Amma baxıram ki, burada kökdə bu x minus 3-ün mötərizə kvadratı olur. Və uşaqlar bir də baxıram ki, burada bu 2-dən burada kökün ikisi gedir və çölə x minus 3 şəklində çıxa bilər. Amma bu ifadə olduğu üçün mən burada təbii ki, bunu modulda çıxaracağam. Üstə gəl x minus 3 şəklində çıxardıram. Bərabərdir. İşarə təyin edirəm. 2,5 minus 3 mənfidir. Deməli, mənfi olanda nə edirdik? Yerini dəyişirdik. Həqiqət ədədlər bölməsinə aid bir sualdır. Orada bu tip modulları çox işləmişik. Burada olur 3 minus x. Daha sonra kökü sadələşdirirəm. Kökün içərisini sadələşdirirəm. X kvadratı bunlar oxşardır. Minus 4x bunlar oxşardır. Üstə gəl 4. Deməli, burada kökün altında x minus 2-nin mötərizə kvadratı olduğunu görürəm. Yenə nə edəcəm? Yenə modulda çıxaracağım. Burada 2-dən burada 2 gedir. X minus 2 deməli modulda çölə çıxır. İşarə təyin edirəm. 2,5 çıxaq 2 müsbətdir. Müsbət olan zaman demişik ki, modulda heç bir şey dəyişmir. Olduğu kimi çölə çıxır.